Bizim xeyli insanlarımızın baş ağrısı var. Her zaman olduğu gibi. Yine en çok yazılanlar migren baş ağrısıdır. Her zaman derik ki her zaman derik ki bizim insanlarımızın baş ağrısından müalicəsi Doktor Seyfəddin klinikasındadır və təbii ki insanlarımızın baş ağrısını azad eləmək, bu Naxçıvandan deyirəm gələn xəstələrin üstünlüyü təşkil edir. Xeyli migrenlə xəstələrimiz gəlib və bilirsiniz, bir insan 10-15-20 illik baş ağrısından azad olandan sonra, ondan sonra görürsən ki, gedir danışır. Həkiminki elədir ki, həkimlik vaxt tələb edir, zaman tələb edir. Xəstələr yaxşı olanda da danışır, pis olanda da. Deyir, mənim 20 ildir başım ağrıydı, indi başım Seyfəddin doktor müalicə elədi, baş ağrım kəsdi. Təbii ki, onun qonşu da, bacısı da, əqrabası da, özü də bu nəsilliklə genetik keçən bir xəstəlikdir. Eşidir və gəlir. Dünyanın harasında olsun, baş ağrısı olan adamlar bilir ki, onun iğnə dərmanla müalicəsi nəticə vermir. Ona görə gəlirlər Doktor Seyfəddin klinikasında baş ağrısından azad olurlar. Hətta uşaqlar, körpə uşaqlar da görürsən ki, əziyyət çəkirlər.